Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Allah'ın salamı olsun Peyğəmbər və onun pak əhli beytinə. Əziz dostlar, bugünkü söhbətimiz Azərbaycanda Mənsur adlı kəzzab Vəhabinin Əhl-i Beyt əleyhissalama qarşı atdığı böhtan və İmam Əli əleyhissalamın barəsində danışdığı yalanlar haqqındadır. Bu Əhl-i Beyt düşməni olan kəzzab Vəhabi İslam tarixində ən mühüm hadisələrdən biri olan Qədirxum hadisəsi haqqında görün necə yalanlar danışır. Qədirxum hadisəsinin səbəbi haqqında həm Əhl-i Sünnənin böyük alimlərinin möhtəbər kitablarında, həm də Əhl-i Şiyyənin böyük alimlərinin möhtəbər kitablarında Həzrəti Peyğəmbərin özündən sonra İmam Əli əleyhissalamı müsəlmanların rəhbəri seçilməsi haqqında yüzlərlə möhtəbər və səhih hədislər var. Amma bu kəzzab Vəhabi Mənsur deyir ki, Qədirxum hadisəsinin səbəbi Həzrəti Peyğəmbərin İmam Əli əleyhissalamı müsəlmanlara rəhbər təyin etməsi deyil. Yəni Qədirxumda Həzrəti Peyğəmbər İmam Əli əleyhissalamı müsəlmanlara rəhbər təyin etməyir. Qədirxumun səbəbi başqadır. Səbəbi nədir? Bu Vəhabi kəzzab deyir ki, bunun səbəbi İmam Əli əleyhissalamın qəsibkarlığı idi. Müsəlmanlar güya qənimət toplamışdılar, İmam Əli əleyhissalam da o qənimətlərdən mənimsədi. Yəni bu şuraltı demək istəyir ki, İmam Əli əleyhissalam oğurluq etdi. Baxın, bu Vəhabi kəzzab Mənsurun çıxışına. Ondan sonra əziz dostlar, özünüz öz vicdanınızla qəzavət edin. İzləyin bu çıxışı. Qədirxum hadisəsinin baş vermə səbəbi Əli radiyallahu anh'ın Peyğəmbər sallallahu əleyhi və səlləmin onu Yəmənə göndərməsi idi. Yəmənə göndərmişdi bir ordu, Allah Rasulü, və onlar qalib gəlmişdilər, lakin qənimətləri bölə bilmirdilər. Və Əli radiyallahu anh gedir orada bölür, orada bir dənə cariyəni götürür özünə. Sahabələrin bəzi də etiraz edir ki, sən döyüşməmsən, sənə bura Allah Rasulü bölgü üçün göndərdi, sən cariyəni birini götürdün. Bu xoşlarına gəlmir bu şey onların. Və bəzi sahabələr deyir ki, onda qalsın bu söhbət həcdə Allah Rasulundan görüşə. Gəldilər Qədirxum deyən bir yerə. Qədirxum deyən bir yerə gəldilər. O da Mədinənin girişi idi. Yəni dedi, Əli məndəndir, mən də Əlidəyəm, mənə sevə Əlini sevən də mənə sevib. Yəni Əli radiyallahu anh yəni, o vəziyyətdə şey edir, təskiyə edir, təmizə çıxardır. Yəni,